Salam, əziz izləyiciləri. Bu günləri biz sizlə baxın bu şövalyeni toxuyacağım. 10 yaşlı uşaq üçündür. Baxın göstərirəm. Burasında da mavi qoymuşam. Oğluma toxumuşam. Yaman modda qış ayıdır, soyuqdur. Bunu toxudum. Detaylı başa salacağım necə toxumaq lazımdır. Kanalıma abunə olmağı, like qoymağı unutmayın. Keçəyin bunu başa salım sizə necə toxuyuruq. Salam əziz izləyicilərim. Kanalıma abunə olanlar. Mənim əminəm ki, toxuduq 2-3 dənə videom var. Xoşlayırsınız, yəqin ki, baxırsınız. Bu günləri mən sizə şövalye toxuyacağım. Yəqin ki, şövalye bilirsiniz nədir? O bir videomda yəni göstərdim. Bunu ən çox uşaqlar xoşlayır. Düzdür, böyüklərdə də görmüşəm videolarda. Mən 10 yaşlı uşağa toxuyacağım. Və detallı göstərəcəm ki, necə artırırıq, nə qədər artırdıq, nə qədər oldu. Sona kimi göstərəcəm. Toxumaq istəyən mənlə buyursun, mənlə başlasın toxumağa. Mən belə iplərdən yəni toxuyacağım. Baxın, qara ipdir, düzdür, nazikliyi biraz nazikdir. Mən onu 2 qat eləyəcəm ki, yəni qış vaxtıdır, çox belə nazik olmasın. Başlayaq toxumağa. Harda yəni başa düşmədiniz, şərhlərdə yaza bilərsiniz, cavab verəcəm. Mən sehirli halqadan başlayacağım. Başlayaq. Və orada nə qədər artıracağım, nə qədər 10 yaşlı uşağa yəni lazımdır, mən orada sizə göstərəcəm. Mən sehirli halqa ilə başlayıram. İki trabzan, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14. Gəlin sayağın görəyin 14 oldu, düz olsun. Baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 trabzan oldu və biz bu sehirli halqa hamı bilir. Bunu bəlkə sıxırıq. Bax, beləsinə. Biraz da sıxaq. Və birinci başladığımız yerdə bərkidiririk. İndi biz nə edəcəyik? Hər trabzanın başına bir dənə getdik. İndi hamısının başına 2-2 artırma edəcəyik. Hamısından bax buna 2, buna 2, buna 2, 2-2 edəcəyik. Bunu da sizlə toxuyuram.
1, 2. Bir yerə 2 dəfə batırıq. Bir yerdən 2 dəfə trabzan çıxardırıq. Yenə də həmən yerdən 2 dənə. Həmən yerə 2 dəfə. Həmən yerə yenə də 2 dənə. Düşdünüz. 2 dəfə batırıq. Bunu axıra kimi toxuyaq. Aha, biz indi gəldik, çatdıq. 14 trabzanımızı 26 trabzana çatdırdıq və bunu başından beləsinə eləyib bağlayırıq. Baxın, 14 trabzanımız oldu 26 dənə. Çünki hərəsinin başına 2 dənə trabzan batdıq. İndi biz nə edəcəyik? 1, 2. 2 dənə qalxdıq zəncirlə yuxarı. Həmən yerə təzədən bir trabzan eləyirik. Nə edəcəyik? 2 cüt, bir tək, 2 cüt, bir tək axıra kimi beləsinə toxuyacağıq. Bax, ikisini toxudum, göstərirəm. Asta göstərirəm, başa düşəsiniz. Bir tək, təzədən növbətəkinə isə 2 dənə batırıq. Baxın, 1, 2, 2 dənə batdıq. Beləsinə düz sona kimi toxuyacağıq. Yəni, bu artırmalar, məsələn, burada birinci sıra ki, bu üçüncü sıramızdır. Üçüncü sıramız bir tək, 2 cüt toxuduq. Növbəti sıra, dördüncü sıramız isə olacaq 3 tək, 1 cüt. Yəni, hərəsinə tək-tək batacağıq. Birinə 2 dənə, beləsinə artırma eləyə-eləyə ölçürük uşağın da başını ki, yəni nə vaxta kimi belə bizə bəs olur da o sıra. Gördünüz ki, yəni sizə qane edir, orada da dayanaraq artırmaya gedirik. İndi artırmamız bitənə kimi edirik. Yəni mən indi öz uşağıma eləyirəm, öz uşağımın razmerini eləyirəm. Ola bilər ki, başqa uşağın 10 yaşı var, onda başqa cürədir. Yəni, razmerlər hamısı eyni ola bilməz. Yəni, mən demirəm ki, bu dəqiq sizə deyirəm ki, belə olacaq, 10 yaşlı uşaq belə olacaq. Yox, ola bilər ki, başqa uşaqlarda fərqli olsun. Yəni, məsləhət odur ki, hər artıranda uşağın başında onu yoxlayın. Yoxlayın ki, qoy düz gəlsin, uşağı da incitməsin, həm də siz də təzədən sökməyəsiniz. Mən indi artırmaları sizə dedim, birində 3, birində 4, hər 4-dən birini, sonra 5 birini, ta uşağın başına, yəni düz ortasına belə eyni gəlinə kimi. Artıq məsələn gördünüz ki, indi mən sizə onu da göstərəcəm, artıq toxumayacağıq, bizə bəs olur həmən böyütmə və biz başlayacağıq, hardasa indi deyəcəm neçə sıra mən toxudum, artırdım və harda dayanacam, harda artıq artırmayacam. Bu qədər. İndi növbəti videoda mən toxuyum, sizə göstərəcəm ki, gəlin toxuyağım bir yerdə. Nə qədər sıra bizə bəs olacaq ki, biz daha ondan sonra artırmayacağıq. Baxın, mən gəldim, 7 sıra hördüm. Baxın, sayağım 1, 2, 3, 4, 5, 6, 7. Mənə 7 sıra bəs
bəsdir, yəni hörmək, yəni mən razmerində ölçdüm. Bu qədər mənim artırmam bəsdir. Sonuncu artırmam mənim 5 dənədən 5 dənə tək, bir dənə cüt. Baxın, lap yaxından burada göstərə bilirəm. Baxın, burada cüt 1, 2, 3, 4, 5. Burada yəni də cütdür. Ümumi gəlin sayağın məndə neçə dənə trabzan oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81 dənə düz məndə trabzan əmələ gəldi. Mən indi artıq elə bil artıq yəni çoxaltmayacağam. Necə var, eləsinə də hörəcəm. Hörəndən sonra mən sizə göstərəcəm ki, necə alındı. Yəni başında necə alındı. Yəni birinci elə bir şoveləni mən sizə göstərmişdim də. Papaq kimi toxuyuruq. Papaq kimi necə toxuyuruq? Yəni birinci çoxaldırıq, sonra başlayırıq azaltmağa. Bu da eynən elə gedir. Sadəcə olaraq indi müəyyən bir yeri var, o yerində sizə göstərəcəm. Əsas yeridir o. Yəni o yerini tutmaq lazımdır ki, nə dar olsun, nə aşağı, nə yuxarı olsun. Yəni biz indi çoxaltmadan nə də azaltmırıq. Necə var? Hamısına hər bir trabzana bir dənə toxuyuruq. Hər bir trabzana bir dənə trabzan toxuyuruq. Bax, yadınızda saxlayın. Məndə 81 dənə oldu. Axırıncı artırmam 5 dənədən 5 tək bir cüt. 5 tək bir cüt oldu. Yəni ola bilər ki, sizin uşaq böyükdür. Sizdə 6 tək 2 cüt olacaq. Bax, belə də ola bilər. Yəni mənə bu qədər razmer bəsdir. Deməli belə mən toxudum. Deməli sayaq 1, 2, 3, 4, 5, 6, 7. 7 sıra artırma ilə toxuduq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 sıra isə artırmasız toxuduq. Deməli bir yerdə gəlin sayaq neçə sıra toxumuşuq ümumi. Bir artırma ilə bir yerdə yəni. 1, görsənir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19 sıra toxumuşam. Baxın, arxasında burada hamı toxuyanda bilir ki, bax, burada görsənirmi yaxşı? Bax, burada beləsinə yer olur. Elə bir arxanın şov kimi deyim. Bax, belə. Çevirdik. Həmən o şövalyenin göstərmişdim sizə. Bax, bu yerinə toxunmuşam. Burada 38 dənə zəncir çəkmişəm. 38 zənciri məndə burada deməli deyim. Neçə dənə yer qoymuşam. Sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. 30 dənə gözlərinin açıq qalması üçün yer qoymuşam. Baxın, buradan da bura markerlə yer qoydum ki, dəqiq görsədim sizə. 38 zəncir
çəkmişəm. Gəl sayağın görək 38 zəncirdir mi? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35 zəncirdir. 35 zəncirdir. Mən buna 38 eləyəcəm. 35, 36, 37, 38. Yəni elə ölçün ki, uşağın elə bir burnundan aşağı düşməsin. Bu kip qalsın. Boş qalmasın. Onu nəzərə alın. Mən indi bunu bax, burada bitişdirmişəm, görürsünüz. İndi bunu da bura bitişdirəcəm. Baxın, göstərirəm hər tərəfini. Bax, belə bir papaq birinci olur. Sonra biz bunu şövalye halına gətiririk. İndi bunu bura bitişdirib gəlirəm. Aha, bir yerdə bitişdiririk. Bax, açıram markerimizi. Markerimizi buradan düz bitişdirirəm. Və davam edirik belə toxumağa. Hər birinə yəni bir dəfə batırıq. Görsədim. Hər birinə bir dəfə batırıq. Bunu toxuyuruq düz bura gələnə kimi. Buranı da toxuyacaq. Gələndə göstərəcəm sizə ki, buranı necə toxuyuruq. Aha, biz gəldik. Baxın, toxudum. Bax, belə toxudum. Bax, adi toxunuşla gəlmişəm. Buradan toxumuşam. Mən yenə də dedim, məndə 38 oldu, 35 oldu. Bax, buna kimi, yəni uşağınızı həmən bu göz nahiyəsindən ölçsəz dəqiq biləcəksiniz ki, yəni hardan haradır. Yəni ölçülər müxtəlifdir. Mən demirəm ki, mütləq bu ölçüdə eləyin. 10 yaşda sizin də uşağa mütləq olacaq. Ölçə eləyin, yəni. Ölçsəz dəqiq özünüzdə görəcəksiniz ki, düz gəlir. Deməli, beləsinə biz bunu toxuyuruq. Mən istəyirəm ki, yəni baxın, bura kimi toxuyacam. Yəni görürsünüz, yer qalıb. Mən istəyirəm bura kimi toxuyub, sonra bir düz, bir səhv, belə də bir düz, bir tərs toxuyum. Göstərəcəm onu da sizə necə eləyirəm. Yəni aşağısını elə eləyirəm ki, başına yaxşı girsin, çıxa bilsin. Ona görə bir düz, bir tərs effekti verəcəm. Hörəyin gələk bir yerdə. Aha, bura kimi baxın, toxudum. Buranı da göstərdim. İndi mən bir düz, bir tərs toxuyacam. Aşağısına kimi. Deməli, birinci belə götürürük. Birinci düz. Sonra tərs. Tərs altdan. Bir tərs, bir düz. Yenə də bir düz. Bir tərs. Bax, belə. Baxın, axıra kimi beləsinə gedirik. Sona kimi, yəni uzunluğu nə qədər siz istəyirsiniz, zövqünüzə görə edə bilərsiniz.
Və sonda biz artıq mən sizə göstərdim, necə toxuduq, bitirdik. Kim toxumaq istəsə mənim videolarıma baxıb bir yerdə toxuya bilərsiniz. Detaylı başa salmışam. Yenə deyirəm, bu 10 yaşlı uşaq üçündür. Necə artırım yapdım, necə yığdım, hamısını sizə başa saldım. Əminəm ki, başa düşdünüz. Əgər başa düşmədiyiniz nüanslar varsa, şərhimdə yazıb bildirə bilərsiniz və mən sizə cavab verəcəm təbii ki.